Salamlar, hər birinizə xoş gördük. Bugün olan buraxılış imtahanı suallarının izahlarına baxırıq. Yine hər zamanki kimi gördüyünüz müəllim ən operativ şəkildə sualları təmizləyib və bizim üçün paylaşıb. Baxaq izahlara 61-ci sualdan başlayaq. Deməli, deyir ki, ifadəsinin qiymətini tapın. Yuxarı a kvadratı çıxaq b kvadratı düsturudur. Biz bir dəfə 828 çıxılsın 72, bir dəfə də 828 üstəgələ 72 kimi yazırıq. Mən hələ ki yuxarını yazıram. 828-dən 72 çıxanda 6, 5 və qalır 756 vurulsun. 828-dən 72-ni toplayanda bərabər olur 900-ə və aşağıda da 378 var. 378-i 378-ə böləndə 1, 756-nı 378-ə böləndə 2 və 2-ni də 9-a vuranda cavab bərabər olur 1800-ə, yəni doğru cavab olur C variantı. 62-ci suala baxaq. Bizdə silsilə fərqini soruşur. Əgər biz silsilə fərqini tapmaq istəyiriksə, hədd nömrəsi böyük olan ədəddən hədd nömrəsi kiçik olanı çıxırıq və eyni zamanda nömrələri də aşağıda bir-birindən çıxırıq. Deməli 28-dən çıxırıq 58-i. Burada bizi çaşdırmaq üçün verib biz nömrəsi böyük olanından nömrəsi kiçik olanı çıxacaq. Və 28-dən də 13 çıxanda bərabər olur 15-ə. 28-dən 58 çıxdıqda -30, -30-u da 15-ə böldükdə bərabər olur -2. 63-cü suala baxırıq. Kosinus 38 plus kosinus 18 ifadəsini hansı şəkildə bizə deyir ki, göstərin. Mesaja baxmalı oldum deyə qaldım. Deməli, davam edirik. Harda qalmışdıq bu sualda? Kosinus 38 plus kosinus 18 ifadəsini hansı şəkildə göstərin? Adi sadə trigonometrik düsturdur. Yazırıq 2-yə vurulsun. Bizdə kosinus alfa plus kosinus betanın cəm düsturu belədir. Deməli, kosinus bucaqlar toplanır. 38 ilə 18 toplanır. 38 plus 18 bölünsün 2. Bir dəfə də vurulsun. Kosinus a minus b, kosinus a minus b bölünsün 2. Bir dəfə də 38 çıxılsın 18 bölünsün 2. 2 vurulsun. Kosinus deməli 56-nı 2-yə böləndə 28 və 38 ilə 18 20-ni də 2-yə böləndə o da bərabər olur 10-a. 28 10 doğru cavab olur D variantı. Baxırıq bu suala. AC 20-dir, BN 8-dir. Yazaq. Deməli, AC 20-dir. Ondan sonra BN 8-dir. 8-dir. NC 17-dir. Bizə deyir ki, MN-i tapın X. Qayda belədir ki, kiçik üçbucağın kiçik tərəfinin böyük üçbucağın böyük tərəfinə 8 plus 17, yəni 25-ə nisbəti bərabərdir. 25-ə nisbəti bərabərdir. Böyük üçbucağın oturacağının X-in, böyük üçbucağın kiçik üçbucağın, deməli, böyüyün 8 tərəfinin 25-ə, kiçiyin X tərəfinin 20-yə nisbətinə bərabərdir. Deməli, olur 8, vuraq 20, bölünsün 25, olur 4, olur 5, 8-i 4-ə vuranda 32, 32-ni də 5-ə böləndə olur 6,4, doğru cavab olur A variantı. Prizmanın həcmi 120 kub santimetr, hündürlüyü isə 8 santimetrdir. Prizmanın həcmini deyir tapın. Prizmanın həcmi bərabərdir. Həcm düsturu həcm bərabərdir. Belədir. S oturacaq. Vuraq H. Həcmi 120-dir. Oturacağının sahəsini elə bizdən soruşur. Hündürlüyü də 8-ə bərabərdir. Neyinirik? 120-ni bölürük 8-ə. Düşür bir dəfə çıxırıq 8, 40 və 40-da da 8 olur 5. Yəni, oturacağının sahəsi bərabər olur 15-ə.
Eni 40 uzunluğu K olan düzbucaqlının perimetrini soruşur. Bu düzbucaqlımız eni 40, deyəsən bir dənə də düzbucaqlı sualı var idi burada. Uzunluğu da K, P bərabərdə olur 2 vurulsun eni ilə uzunluğunun cəmi. 2 vurulsun K plus K, doğru cavab olur C variantı. Bu şərti ödəyən n natural ədədlərinin sayını tapın deyir bizə. 17-dən başlayır. Deməli 17 daxildir və 23-də bitir. Biri daxil olub, biri daxil olub, biri daxil olmadıqda biz eləcə 23-dən 17-ni çıxıb bunun 6 dənə ədəd olduğunu görə bilərik. Sinifdə 24 şagird var. Bu şagirdlərdən növbətçini neçə müxtəlif üsulla seçmək olar deyir bizə. Mənə suallar atır. Deməli, neyəcəyik? 24 dənə şagirddən 2 dənəsini seçməliyik. Müxtəlif üsullarla təkrarlanma falan məsələləri yoxdur. Bunu yazanda 24-dən 2 vahid aşağı düşürük. 24 vurulsun 23 və birdən də 2 vahid qalxırıq. Yəni say qədər yuxarıda da aşağıda da eyni sayda ədəd yazmalıyıq. 2-ni 2-yə bölürəm 1, 24-ü 2-yə bölürəm 12 və 12-ni 23-ə vuranda eləyir 276, yəni C variantı. Bunu belə də yazmaq olar. Yazırdığı 24 faktorial vurulsun 2 faktorial vurulsun 22 faktorial. Yəni belə də yaza bilərsiniz. Qayda ilə də yaza bilərsiniz. Birbaşa mən yazdığım kimi də yaza bilərsiniz. 40% bu ədəd olan deyir hesablayın. Gəlin birinci bu ədədi hesablayaq. 4,5-i mən yazıram 10-da 45 vurulsun. 1,2-ni yazıram 3-də 5 üstə gələk. 2,5-də hələ ki dursun. Deməli, onu saxlayacağım. Mən aşağıda onluq kəsirdim. 3-3-ə bölürəm 1 olur 15. 15-i 5-ə vuranda 75 eləyir. 10-a böləndə də 7,5 eləyir. 7,5 ilə də 2,5-i toplayanda verir 10. Deməli 40% 10 olan ədədi soruşur. 10 olan ədədi. Bunu da tapmaq üçün yazırıq 10 vurulsun. 100-ə vurub 40-a bölürük. Mən sıfırları bozuram. 100-ü də 4-ə böləndə edir. Deməli 25-ə bərabər imiş.
Şəkildə verilənlərə görə alfa bucağını tapın. İnşallah bunu yazmışsınızdır. Çox sadə sualdır. Deməli, qövs həmən qövsdür və bu qövsə söykənin 2 dənə bucaq var. 40 dərəcəli, alfa dərəcəli. Hər ikisi eyni qövsə söykəndiyi üçün, hər ikisinin dayağı eyni qövs olduğu üçün alfa bucağı da elə 40-a bərabərdir. Sinüs 60 çıxaq kosinüs 30. Sinüs 60-da kök altı 3 bölü 2 alır. Kosinüs 30-da da kök altı 3 bölü 2 alır və bir-birindən çıxdıqda da bərabər olur 0-a. Sadə trigonometrik sual idi. İfadəsinin bu sınaqlarda çox gördüyümüz suallardan biridir. 2 üst-üstə qüvvətlər vurulur. Biz bilirik ki, kökdə 2-ni kökdə 2-yə vuranda kökdə 4, yəni 2-yə bərabərdir. 2 üstü 2 də bərabərdir 4-ə. Çox sadə sualdır. Mənfi 2x kiçik bərabər 8 bərabərsinin ən kiçik həllini tapın. X yazırıq. 8-i təbii ki, böləcəyik mənfi 2-yə. Lakin bir nüans var ki, mənfini soldan sağa yaxud da sağdan sola keçirdikdə istir vurma olsun, istir bölmə olsun. Bu bərabərsizlik işarəsini dəyişir. Olur x böyük bərabərdir. Olur mənfi 4 və mənfi 4-dən elə özü olur da mənfi 4. Ən kiçik həlli olacaq mənfi 4. Konusun doğranı 10 kökdə 3-ə bərabər olub, oturacaq müstəvisə ilə 30 dərəcəli bucaq əmələ gətirir. Konusun oturacağın radiusu. Deməli, konusa biz çöldən baxsaq, burada bir dənə 3 bucaq görürük. Yəqin ki, bu şəkilə diqqət eləmişsiniz. Bunun doğranı eldir, buradır, yəni 10 kökdə 3-dür. Bura hündürlüyüdür, bura isə oturacağının radiusudur. Ona görə həmən 3 bucağa bunun yarısına baxmamız bizim üçün yetərlidir. Pozan tapsaydım dəyişib. Deməli, yarısına baxmamız yetərlidir. Deməli, bura 10 kök altında 3-dür. Doğranı 90 dərəcədir və bizdən radiusunu soruşur. Deyir ki, həmin doğran oturacaq müstəvisə ilə 30 dərəcəli bucaq əmələ gətirir. 30 dərəcə. 30 dərəcəli bucaq əmələ gətirir. Deməli, qaydanı tətbiq edirik, yazırıq. Biz bilirik ki, yazaq. Biz bilirik ki, 30 dərəcənin qarşısındakı katet hipotenuzun, yəni 10 kök altında 3-ün hipotenuzun yarısına bərabərdir. Yəni 5 kök altında 3-ə bərabərdir. O zaman bu tərəf olacaq 5 kök altında 3. Sonra arxasıca bilirik ki, 60 dərəcə, digəri 60 dərəcədir. 60 dərəcənin qarşısındakı katet isə digər katetin, yəni o birisi katet nədirsə, bunun kökdə 3 mislinə bərabərdir. Kökdə 3-ü kökdə 3-ə vuranda kökdə 9, yəni 3. 5-i də 3-ə vurduqda bərabər olur 15-ə. Radiusu da 15-dir. Bu da sadə fəza sualı idi. Hesablayın deyir bizə. Deməli, 2 üstü x plus 3 vurulsun. Gəlin belə bir şey yazaq. 2 üstü x vurulsun. Bunu 2 üstü 3 yazıram. Zaten vurulanda üstlər toplanır. Toplanıb deyə ayırıram, çıxılsın. 6 vurulsun 2 üstü x kiçikdir. Bunu 3 üstü x vurulsun 1, çıxılsın 3 üstü x kimi yazıram. Vurulsun 3. Düz yazmadım, bax burada. Sonra arxasıca, deməli, olur 2 üstü x vurulsun 2 üstü 3, 8 çıxılsın 6 vurulsun 2 üstü x kiçikdir. Burada da 3 üstü x vurulsun 3, çıxılsın 3 üstü x. Bunu vurulsun 1 yazıram ki, daha aydın görək. Yəni, yaza da bilərsiniz, yazmaya da. Sonra arxasıca nə edirəm? 2 üstü x-i buradan vuruq çıxardıram. 8-dən 6 çıxılır, qalır 2. 3 üstü x-i da buradan vuruq çıxardıram. 3-dən 1 çıxılır, bu da qalır 2. Sonra rahatlıqla hər tərəfi bölə bilərəm 2-yə. 2-yə bölərəm hər tərəfi. Olar 2 üstü x kiçikdir, 3 üstü x. Deməli, bərabərsizliyin ən kiçik tam həllini tapın deyir bizə. Biz zaten bilirik ki, biz onsuz da bilirik ki, burada əsasları kiçikdir. Yəni, əsası 2, 3-dən kiçikdir. Uyğunluq qorunsun deyə x da hər ikisində x-lar eynidir. 2 də 3-dən kiçikdir. X-in deməli mənfi qiymətlərində yoxlayaq. Mənfi qiymətlərində ödəməyəcək. Olacaq 2-də 1 və 3-də 1. Əslində böyük olacaq. Ona görə olmalıdır. 0-da bərabər olacaq. Məsələn, 0,5-də tutaq. Kökdə 2-də və kökü də 3-də. Hansı böyük olacaq? Yenə bu böyük olacaq. Ona görə olmalıdır. Deməli, 0-dan müsbət sonsuzluğa, amma 0 olmaz. Bizə ən kiçik tam qiyməti dediyi üçün ən kiçik tam qiyməti zaten 1. Bu zaten bir görmək olur da 2 üstü 1 kiçikdir 3 üstü 1-dən yaxşı. Bura qədər gəlib çıxmısınızsa mütləq yazmalıydınız.
AB 2 rəqəmli ədədləri üçün kökdə AB natural ədəd olarsa, belə AB ədədləri arasından seçilmiş təsadüfi seçilmiş bir ədədin tək ədəd olması hadisəsinin ehtimalını tapın deyir bizə. Deməli, bizdə elə ədədlər var ki, yəni bunun belə deyək də, 2 rəqəmli ədədlər içərisində hər biri ödəyir. Bu hardan başlayır? Deməli, 4-ün kvadratı bərabərdir 16-dan başlayır, gedir, gedir, gedir. 9-un kvadratı bərabərdir 81-ə qədər. Yəni, neçə dənədir? 4-ün kvadratı, deməli, 4-ün kvadratı, 5-in kvadratı, 6-nın kvadratı, 7-nin kvadratı, 8-in kvadratı, 9-un kvadratı ki, yəni 81 özü 2 rəqəmli ədəddir, kökü də natural verir. Məsələn, 64 2 rəqəmli ədəddir, bunun kökü də natural verir, hamısı ödəyir. İndi AB ədədləri arasından təsadüfi seçilmiş bir ədədin tək ədəd olması hadisəsinin ehtimalını tapın. Ümumi 6 dənə ədəd var. Bu 6 dənə ədəddən neçə dənəsi təkdir? Deməli, 16 cütdür. Bizdən AB-ni soruşur. Bu kökdən alınan nəticəni soruşmur, AB-ni soruşur. 1 16-dır, 25-dir, 36-dır, 49-dur, ondan sonra 64-dür, bir də 81-dir. Təklər də 25, 49, 81 neçə dənədir? 3 dənədir. 6-da 3, 2-də 1 və yaxud da 0,5 kimi də qeyd etmək olar ehtimalı. Loqaritma 8-dən 81 bölünsün. Loqaritma 9-dan 32 sualına baxaq. Deməli, loqaritma 81-i yazıram 3 üstü 4, 8-i də yazıram 2 üstü 3 bölünsün. Loqaritma 9-u yazıram 3 üstü 2, bunu da 32-ni də yazıram 2 üstü 5. Gəlin ayrı-ayrılıqda baxaq hər ikisinə. Qayda belə idi ki, bizdə deməli, loqaritma 3-dən 2 qalırdı. Üstlər düşürdü qarşıya, kəsir xətti. 3 düşürdü yuxarı, bunun üstü 4-də düşürdü aşağı. Bölünsün. Digərində də yenə loqaritma əsaslar 3-dən 2 qalırdı, kəsir xətti. 5 üstü düşürdü surətə, 2 üstü düşürdü məxrəcə. Burada təbii ki, loqaritma 3-də 2-yə, loqaritma 3-də 2-yə böləndə bunlar ixtisar gedəcək. Ardıca isə biz 4-də 3-ü bölməliyik 2-də 5-ə. Burada da qayda belədir ki, 4-də 3 qalır, vurulsun olur 5-də 2. 2-lər ixtisar gedir 10-da 3 və yaxud da kodlaşdırdıqda 0,3 kimi qeyd edə bilərsiniz. Mən də buradan ayını bitirməli olacağım. Əslində buradan da sadə suallar gedir, davamı növbətidə. Gəlin buna da baxaq, davamı sonra izah edəyək. Baxaq, 10x kvadratı çıxılsın 5 modulu x üstə gələ 3. Deməli, yazırıq. Bunun vuruqlarını ayırıb yazmaq olardımı? Yoxlamaq lazımdır. Mən o qədər vaxtım yoxdur yoxlamağa. 10 vurulsun. Mənfi 0,4-ün kvadratı olur 0,16 çıxılsın. 5 vurulsun. Modulda olduğu üçün bu da müsbət olacaq. 0,4 üstə gələ 3 bərabərdir. Onu 0,6-ya vurduqda 1,6, 5-i 0,4-ə vurduqda 2, üstə gələ 3. 1,6 ilə 3-ü toplayıram 4,6. 2 də çıxdıqda ifadənin qiyməti bərabər olur 2,6-ya. Davamının da izahını axşam paylaşacağım.